Desəm amonimin tərifi nədir? Oy, yazılışı və deyili şeyin olan, mənaları fərqli olan sözlər. Bizdə nədir? Ya kinoya baxa-baxa test yazarlar, ya yemək yer test yazarlar, ya da ki, rəfiqə ilə danışa-danışa, az, filan kələ toyunda yanında gəlir. Qaydalar sizin səhv eləməyiniz üçün. Valla o vaxt mənə zəng elədilər ki, nə təklif edirsən, dürüm eləmir, ola verəmir. DPR ala bilməmişəm. Sonra deyəsin ki, müəllim, onu yazmaz axı. Çox fışqırıq bir ideya. Hələ bir utanmaz, onu donda geyindirirlər, nələ çıxıb bir açıqlama vermədi. Mən olsam utandığımdan ölərdim. Gecə gündüz oxudum, amma yaza bilmirəm. Mənə lazımdır, Rəvana travma alsın. Unutmayacağım sizin mikrokalarınızı. Amonim deyir ki, qardaş, mənə dəxli yoxdur. Yazılış nədir, deyiliş dəli olsun. Amonim deyil. Qaranlıq qalsa bilədir. Var qaranlıq yaralanmışqa çəkir. Yes, qız sözünü gördü, amonim. Mənim Meksikanı verə bilmirdi. O qaydar olmazsa biz necə pul qazanaq? Bu zərf var, bu zərf. Birisi oğrudur bu. Deyir, heç müəllimliyə də düşmədi. Yəni o an əziyyətim, oxuduğum universitet, nə bilim, karyeram, hamısı gəlir, o cümlənin dalında elədi qal. Deyir, az istəyir, müəllimliyə də düşmədi. Yandım, elə yandım. Ay bala, insanın qolu olur, uşaq da baxacaq, burada da var, deyəcək, bəli olur. Bala orqan, bala futbolda vururlar, hamı 12-dən daha çox azarkeşlər atlanır. O, bir də ki, imza.